Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə əmrlərini yerinə yetirməyi, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti, yəni təqva sifətini, Allahdan qorxmaq sifətini qazanmış olaraq. Quran inkarçıları və din düşmənləri barəsində 118-ci videomuzdur. Bəli, dəyərli dinləyicilər, eşitdiyiniz kimi artıq Allah Subhanahu wa Taala izni 118-ci videomuzu çəkirik və bundan sonra da videoları çəkməyə davam edəcəyik. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa. Bir o qədər də bu dırnaq arası ilahətçiləri, bu yalancıları, bu şarlatanları, din və İslam adı altında insanları deizmə, ateizmə, dinsizliyə, imansızlığa, mənəviyyatsızlığa sürükləyənləri tanımış, onların hilələrindən, yalanlarından agah olmuş olarsınız. Deməli, bir neçə gün bundan öncə bu Kamran Həsənlinin press klub verilişi varsa, bir saatdan bir neçə dəqiqə çox bir veriliş çəkiblər. Və verilişi baxanda məqsəd bəllidir. İslamı aşağılamaq, İslamı gözdən salmaq, müsəlmanları cahil, biliksiz, elmsiz, yəni kafirləri isə ucaltmaq, elmdə onları yüksəltmək, yəni bilim Avropa, filan, Qaliley belə gəldi, Giordano Bruno belə getdi, Kopernik belə elədi. Yəni məqsəd, yəni bu Kamran Həsənli bəlli deyil də, yəni bu insan şovmendir, yoxsa siyasətçidir, yəni bilinmir nəyə qulluq edir bu insan. Ona görə də şəriət, İslam dini ondan görə gözəldir ki, qardaşlarım, yəni hər bir insan öz işi ilə, öz sahəsi ilə məşğul olanda o işdə də xeyri daha çox deyir insanlara və bərəkəti də o işin olur. Amma insan burnunu hara gəldi soxanda, yəni bilmədiyi mövzulardan danışanda, görürsən hər bir şeyi qatıb qarışdırır. Və sözsüz ki, mən düşünmürəm ki, bunlar bilmədən edirlər. Mən düşünürəm ki, bunlar bilə-bilə edirlər. Və məqsəd də bəllidir. İslamı, müsəlmanları gözdən salmaq. Çünki veriliş, yəni baxırsan, açıq aydın müsəlmanları, yəni elmsiz, savadsız, biliksiz, cahil kimi göstərmək deyir insanlara, tamaşaçılara. Yəni ki, İslam yəni sənə nə verir, İslam sənə nə öyrədir? Cahilliyi, biliksizliyi, elmsizliyi öyrədir. Və elhamdülillah ki, və istədik belə bir video çəkək. Video çox maraqlıdır. Ona görə hər bir kəsdən dinləməyi tövsiyə edirəm. Elmi tərəfdən, dünyavi elmi tərəfdən də çoxlu faydalar əldə edəcəksiniz. Necə ki, mən özüm də elhamdülillah ki, çəkəndə çoxlu faydalar əldə etdim. Yəni İslam dini, qardaşlarım, yəni bütün dünyaya Allah Rasulü sallallahu aleyhi ve sellem hədislərində buyurduğu kimi, yəni bütün dünya, yəni qiyamətə kimi İslam olacaq. Yəni İslam girmədiyi, daxil olmadığı ev olmayacaq. Hər bir evə, hər bir köşəyə, hər bir küncə, hər şeyə daxil olacaq İslam dini. Və Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra Ərəbistan yarımadası və İslamın Ərəb xilafətinin yayılması, müsəlmanların dünyaya hakim olması, ondan sonra Osmanlı xilafətinin gəlməsi, 600-700 il Osmanlıların dünyanı idarə etməsi. Yəni bu onun göstəricisidir ki, Allah həmd olsun ki, yer üzü hər zaman müsəlmanların idarəçiliyi altında olur. Və müsəlmanlar dünyaya Allaha ibadət, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətini sevməklə bərabər böyük bir elmi kəşflər, böyük bir nailiyyətlər, böyük bir uğurlar veriblər. Sadəcə biz müsəlmanlar öz tariximizi bilmirik. Sadəcə biz müsəlmanlar, dəyərli dinləyicilər, öz alimlərimizi tanımırıq. İslam dini, Allahın dini, Peyğəmbər sallallahu aleyhi ve sellemin buyruqları bizə heç bir zaman cahilliyi, cəhaləti, elmsizliyi, savadsızlığı əmr etmir. İslam dini insanlara elmli olmağı, bilikli olmağı, savadlı olmağı, riyaziyyat, astronomiyada, göy cisimləri barəsində oxumağı, öyrənməyi, fizika, kimya öyrənməyi, yəni bunların hamısını məsləhət görür. Yəni, biz alimlərimizə baxarıq, biz görürük ki, onlar Allahlarını tanımaqla, peyğəmbərlərini tanımaqla bərabər onlar dünyavi elmlərlə məşğul olur və bu işdə böyük uğurlara imza atıblar. Böyük işlər görüblər, dəyərli dinləyicilər. Və onların bu əməklərindən, bu kitablarından kafirlər, yəni kitab əhli olan xristiyanlar
Və digər millətlər məharətlə istifadə edib özləri üçün nə ediblər? Öz adlarına yazıblar onların etdiklərini. Vallahi ki, indi bütün hamısını bunlar sizə bu videoda ola bilər ki, növbəti videolarımızda hamısını bir-bir sizə göstərim. Onun bir din bizə həmişə irəli getməyi, inkişaf etməyi bizə tövsiyə edir. Sadəcə bu cür insanlar belə verilişlərlə müsəlmanları savadsız, biliksiz, elmsiz göstərməyə çalışırlar. Deməli, mövzu nədir? Aşağıda da gördüyünüz kimi orada şəkillər qoymuşam. Bu həm kitab əhli olan deməli alimlərin, orta əsrlərdə yaşayan alimlərin Jordano Bruno olsun, Galilei olsun, Kopernik olsun şəkillərdir və həmçində İslam ümmətinə aid olan, Allahını, peyğəmbərini tanıyan və dünyavi elmlərlə məşğul olan müsəlman alimlərinin şəkilləridir. Tanıyanlar biləcək kimlərdir. Yəni elmi, dünyavi elmi savadı varsa, onlar biləcək kimlərdir. Deməli, biz dinləyək onların videosunu və sonra inşallah cavab verək. Cəmiyyət ki, yer kürəsi Kopernikdən sonra elm elə bir yüksəlişi gəldi çıxdı ki, bütün insanlar başa düşürdü ki, yer kürəsi fırlanır, Günəşin ətrafında fırlanır planetlər, düzdür, Günəş bizim ətrafımızda deyil. Amma Quranda məsələn ayələr var da, bizə məsələn səhv edə bilərəm, siz mənə düzəldiniz. 18-86 məncə. 18-ci surə 86-cı. Bu dəyərli dinləyicilər bir fayda olsun deyim. Bu həmçində din düşmənlərinin istifadə etdiyi metodlardan biridir. Onlar heç vaxt Allah Taala'nın kitabında olan surələrin adları ilə demirlər. Fikir verin. Həmişə deyir 18-86, 5-50. Heç vaxt adları ilə demir. Görməzsiniz desinlər ki, Bəqərə surəsi 100-cü ayə. Nə bilim, Kəhf surəsi burada hansı ki 18-86, Kəhf surəsi 86-cı ayətindən danışır. Hansı ki Zülqarneyn əleyhissalamın məşriqlə məğribə getməsi və günəşin palçıqlı bir suda batmasını misal gətirir ki, yəni baxın görün, Quran deyir ki, günəş palçıqlı suda batır, amma elm sübut edir ki, günəş göydədir, yer də onun ətrafında fırlanır. Kopernik bunu neçə əsrlər bundan öncə sübut eləyib və Avropada buna görə inkişaf edib. Yəni baxın görün müsəlmanlar nə gündədirlər və Quran bizə nəyə əmr edir. Dinləyə dəyərli dinləyicilər. Ayə, baxın zəhmət olmasın 1886-cı. Orada deyir ki, gün batan yerə gəlib çıxır Zülqarneyn, görür ki, orada bir xalq yaşayır, onlar orada yanlışdaydılar. İndi Zülqarneyn istəsə onları düz yola da gətirə bilər. Hansı ki Zülqarneyn özü çox Allahlardandır. Gətirə bilər istəsə. Yəni gün batan yerə, gün batan yer yoxdur. Gün dayanıb orada biz onun ətrafına fırlanır. Onun yanında heç bir xalq yaşaya bilməz. O kitabda o var. Amma Avropa cəmiyyətinin Tövratda Bibliyada da sözləri var. Ona bənzər sözlər var. Amma Avropa cəmiyyəti başa düşür ki, bu Bibliyada yazılıb da, əslində elm budur. Belə bir Yəni bu barədə biz ayrıca bir dərs eləyəcəyik. Yəni dediyim kimi ola bilər bir neçə hissədən ibarət olsun video və orada ayrıca o Zülqarneynin barəsində Qurani-Kərimdə o Kəhf surəsi 86-cı və 90-cı ayətləri barəsində açıq-aydın danışacağıq və yenə də bunların bisavadlığını görəcəyik sözümüz inşallah. Yəni bugünkü mövzumuz bizim Kopernik, Galilei, necə ki bu şişirdirik günəş yerin ətrafında fırlanması, onlar inkişaf tapdılar. Bax xristianlar dedilər ki, bu qoy qırağada bunu. Yəni Quranı, bu Bibliyanı, İncili qoy qırağada, bunlar hamısı geridə qalmış bir kitablardır. Dünya, elm, bax gör Kopernik nələr deyir. Günəş, yer günəşin ətrafında fırlanır. Gəlin biz sizinlə danışaq. Baxın, bu tarix boyu çox maraqlı məqamlar var. Xristianlar, onlar da dini belə məfhumat deyək, ona Jordano Bruno yandırıb. Düzdür, Jordano Bruno təqsir nə edir? Alimdir, deyir ki... Jordano Bruno elə danışır ki, bir qohumuz adıdır. Küləsi fırlanır. Birinci afroz edirlər, ondan sonra da təbii ki, belə bir hökm edilir. İnkvizisiya, onlar onu məhkəmə ilə falan edirlər. İspaniyada da onun elə bir muzeyini deyini düzəldibdilər. Biz oraya girəndə, məsələn, qadınların bir çoxu imtina elədilər onu görməkdən. Çox dəhşətli bir, hətta bunlar bəzlərinin düzəldilmiş başqa formada olsa da, imtina elədilər, baxmaqdan geri çıxdılar ki, dözə bilməz. Dəhşətdir, insanı yandırmaq dəhşətdir. Ben onu da deyim ki, Jordano Bruno'yu yandıranda hemen o güya dini məqamlar, onlar kitaba əsaslanırlar da, Tövrata, Bibliya var bir yerdə. Bibliya deyildiyi zaman ikisi bir yerdə. İkisi bir yerdədir. Ona hesablayırlar ki, sən nə danışırsan? Yer kürəsi necə fırlanır, günəşin ətrafında tamam tərsidir və onlar onu yandıranda quruluşun bağlıdır. Bu da mövzu, geniş bir mövzudur. İnşallah ki, nə vaxtsa vaxt gələr, yəni biz İslam dinini, yəni Quran və sünnənin yerin günəş ətrafında fırlanması və yaxud da günəşin yerin ətrafında fırlanması barəsində nə dediyini inşallah danışarıq o barədə. Bu başqa bir mövzudur. Çünki o vaxtda insanlar etiqad edirdilər ki, yəni xristianlar olsun və yaxud digərlər ki, günəş və digər planetlər onlar hamısı
yerin ətrafında fırlanırlar. Çünki o gecənin və gündüzün gəlməsi məhz günəşin yerin ətrafında fırlanmasına görə döndükcə hava qaralır, keçdikcə artıq nədir? Hava işıqlanır. Yəni bu cürlə bunu izah edir və Quran ayələri ilə də bunu bu iddianı irəli sürənlər var. Lakin bugünkü mövzumuz bu deyil. Bugünkü mövzumuz bu Kopernikdir, Qalileydir, bu Giordano Brunodur ki, yəni bunları niyə görə yandırıblar? Yəni bunlar onu göstərmək istəyir ki, demək istəyir ki, bizə aşılamaq istəyir ki. Yəni o vaxtı da kilsə Giordano Bruno'nu yandırdı nəyə görə? Çünki elmlə sübut etdiyinə görə yandırdı. Lakin xristianlar kilsə o cahilliyində qaldı və sonradan başa düşdülər ki, həqiqətən də nədir? Giordano Bruno düz deyirmiş, elə doğrudan da yer günəş ətrafında nə edir? Fırlanır. Yer günəş ətrafında fırlanır. Deməli, qardaşlarım, istəyir Galileo Galilei olsun və yaxud da Giordano Bruno, onlar eyni dövrdə, eyni vaxtda yaşayan insanlardır. İtaliyada doğulublar və onların öldürülmə səbəbləri heç də yəni yerin günəş ətrafında fırlanmasına görə deyildir. Giordano Bruno ümumiyyətlə xristianlıq əleyhinə olan bir insan olub. Xristianlığın əleyhinə olub və İsa əleyhissalamın əleyhinə olan və o İncili rədd edən, İsa əleyhissalamı rədd edən bir insan olub. Və onun yandırılmasına səbəb də məhz bu olub. Ona qalsa Qalileyi də yandırarlar, amma ona o cəzanı vermədilər. Niyə görə? Çünki Qaliley həm keşiş idi və bu iddiada idi ki, yer günəşin ətrafında fırlanır. Lakin ona izah olunandan sonra o sözündən qayıtdı və ona ev dustaqlığı verirlər və öz evində yaşayır, yaradıcılığını, elmi fəaliyyətini davam edir və 77 yaşında da dünyasını dəyişir. Lakin Giordano Bruno məhz xristianlığa, İsa əleyhissalama qarşı və Bibliyaya qarşı çıxdığına görə ona cəzalandırırlar. Yəni onun yandırılmasına səbəb Giordano Bruno'nun heç də yerin günəş ətrafında fırlanması elmə görə deyil. Necə bunlar təqdim edirlər onu. Ona görə deyil. Yəni araşdırsaz özünüz görəcəksiniz. Və burada bir məqamı sizə qeyd eləmək istəyirəm. Yəni onu göstərmək istəyirəm ki, baxın, görün, dəyərli dinləyicilər. Xristianlar necə öz alimlərini ucaldıblar. Və bu günləri məktəblərdə mən özüm daima bizə keçiblər ki, Kopernik olsun və yaxud da Giordano Bruno olsun, Galilei olsun. Bunlar Avropada elmi kəşflər ediblər və kəşf ediblər ki, həqiqətən də yer günəş ətrafında fırlanır. Və bunu bizim beynimizə yeridiblər, qardaşlarım. Kopernik dünyasını dəyişəndən harca 5-6 il sonra Giordano Bruno dünyaya gəlib. Demək olar ki, eyni dövrün, eyni əsrin, eyni dövrün insanları olublar. Və Galilei də, Giordano Bruno da bu elmi kəşflərini, yerin günəş ətrafında fırlanmasını hamısını Kopernikdən götürüblər. Kopernik isə, Nikolay Kopernik, Polşada doğulmuş keşiş olub, elə özü də keşiş idi. Niyə görə onu cəzalandırmadı kilsə? Çünki keşiş idi, öz elmi işi ilə məşğul olurdu. Və ona heç kəs toxunmadı. Niyə görə? Çünki o kilsəyə, dinə qarşı, xristiyanlara qarşı, İsa əleyhissalama qarşı çıxmamışdı. Amma Giordano Bruno çıxdığına görə nədir? Cəzalandırıldı. Və Nikolay Kopernik də deməli öz elmi fəaliyyətinə məşğul olub və Galilei də, Giordano Bruno da bu kəşfi məhz Nikolay Kopernikdən götürüblər. Bu elmi kəşfi. Və burada yuxarıda dəyərli dinləyicilər, BBC kanalının çəkdiyi bir video var. İstəyənlər girib YouTube'da onu dinləyə bilərlər, qulaq asa bilərlər. Rus dilindədir. Mən inşallah sizə tərcümə ilə deyəcəm və orada adları çəkilən müsəlmanların həyatı barəsində sizə məlumat verəcəm ki, qardaşlarım, baxın, bizə bugünə qədər yeridilirdi ki, yerin günəş ətrafında fırlanması, galaktikalar və s. haqqında məlumatları, elmi kəşfləri Avropa, Nikolay Kopernik, Galilei, Giordano Bruno bunlar ediblər. Buna görə də bunlar cəzalandırılıb, öldürüblər onları. Biz bunu belə bilirdik. Lakin, qardaşlarım, bunlardan əsrlər öncə, 6 əsr, yəni 600 il öncə Nikolay Kopernik bütün bu elmi kəşfləri müsəlmanlardan kopyalayıb öz adına yazıb onlar hamısını. İndi dinləyin, baxın, görün burada nə deyirlər. Сейчас мы находимся в университете Падуа на севере Италии. Padua Universitetidir.
Padua Universiteti, qardaşlarım, Avropada Venesiyanın tərkibində olan bir universitet olub, Padua Universiteti. Həmin dövrdə Avropanın ən böyük elmi mərkəzlərindən birincisi olub, bir nömrə olub Padua Universiteti. Həmin o Padua Universitetidir ki, bu cür alimləri yetişdirib. Kopernik kimi, Galilei kimi, digər Giordano Bruno kimi və s. kimi alimləri yetişdirib. Lakin həmin o Padua Universiteti var ha qardaşlarım. Padua Universitetini İslam dini ilə bağlayan böyük bir səbəblər var. İstəsəniz özünüz girib araşdırasınız. Padua Universitetində bir çox əhl-i-sünnə imamlarının kitabları tədris olunur bu günə qədər də. Padua Universitetində qardaşlar İbn Rushd kimi, Əl-Xarəzmi kimi və s. kimi əhl-i-sünnə imamlarının, yəni əhl-i-sünnə alimlərinin kitabları nə edib tədris olunur və həmin o dediyim Kopernik olsun, digərləri olsun da həmin o kitablardan nə edib faydalanırlar. Həmin o Padua Universitetində İtaliyada yerləşir. Dinləyək. Я здесь, чтобы увидеть неопровержимое доказательство того, как один из величайших умов европейской науки ссылается на ранние работы исламских мыслителей. Bura ona görə gəlmişəm ki, Avropanın ən zəkalı insanlarından biri, yəni Nikolay Kopernikin kitabında özüm şahidi olum ki, necə o özündən əvvəl 6 əsr yaşamış, bundan öncə yaşamış müsəlman alimlərinin sözlərinə əsaslanır. Diqqət edin. Астроном доктор Луиза Пиготти и я поднимаемся по лестнице в обсерваторию, построенную в XVIII веке. Наверху она обещала показать мне одну из важнейших книг в истории науки. Итак, что мы здесь видим? Это второе издание книги «De Revolutio Nibus». О, Коперник. Да. Это «De Revolutionibus Orbium Celestium» об обращении небесных сфер. Galaktikalar barəsində, səma cisimləri barəsində Nikolay Kopernikin əl yazma kitabıdır. Həmin o Padua Universitetində arxiv kimi saxlanılır. Bunlar gəlib hamına kitaba baxırlar. Кованная в 1543 году польским астрономом Николаем Коперником. Эта книга бесценна. В ней Коперник впервые со времен Древней Греции выдвинул гипотезу, что все планеты, включая и Землю, вращаются вокруг Солнца. İlk olaraq Kopernik həmin o kitabda yerin günəş ətrafında fırlanması, bütün cisimlərin günəş ətrafında fırlanmasını nə etmişdi? Kəşf etmişdi. На протяжении тысяч лет ученые полагали иначе, что Земля неподвижна, а все остальное, включая звезды, Солнце и планеты, вращаются вокруг нее. Min illərlə insanlar o fikirdə olublar ki, yer kürəsi, yəni tərpənmədən yerindədir, sabitdir və digər cisimlər, galaktikalar, hamısı günəş onun ətrafında nə edir? Yer kürəsinin ətrafında fırlanır. Dediyim kimi bu başqa bir mövzudur. İslam dini bu barədə nə deyir? O barədə də danışmaq olar. Geniş bir mövzudur. Lakin Kopernik o elmi kəşfdən sonra sübut edir ki, yer günəşin ətrafında fırlanır. Günəş yerin ətrafında yox. Həmçinin Galilei də, Giordano Bruno da bu fikirləri hamısını Kopernikdən götürürlər. И вот тут вся его система. Видите? О, ну вот опять-таки Солнце, оно в центре. Это известная диаграмма. Так, а вот и Земля. Да, а вот рядом Луна. Да, и она крутится вокруг Земли. Это удивительная книга, и большинство историков склонны считать, что она положила начало европейской научной революции. Yəni bütün Avropa alimləri deyir ki, bu yəni Avropada elmin inkişafının əsasını qoyan bir kitabdır. Yəni Kopernikin bu kitabı. Yəni nəyə gətirirəm indi mən sizə onu deyəcəm. Bu əsas nöqtəyə gəlirik. И это первый решительный шаг на пути к современной физике. Я согласен с этим, но здесь есть определенная неясность, поскольку мало кто знает, откуда Коперник получил эти знания. Çox az adam bilir ki, yaxşı Kopernik bu bilikləri hardan götürüb? Hardan bildi elə ki, doğrudan da elə min illərdir günəş deyirdi yerin ətrafında. İndi bu çıxdı dedi ki, yox, yer günəşin ətrafında fırlanır. Такое впечатление, что они появились из ниоткуда. Да, это арабский ученый. Это и вправду открытие для меня. Он подробно описывает мусульманского ученого, жившего в IX веке, который познакомил Коперника с огромной частью данных своих наблюдений.
Это астроном, проживавший в Дамаске по имени Аль-Баттани. Как и все Əl-Battani. İndi inşallah onun haqqında danışacağıq. ученые Исламской империи, Аль-Баттани не был портретно изображен. У нас сохранились лишь представления того, как он mог выглядеть. Bu şəkil bilirsiniz İslam dinində surət haramdır. Sadəcə onlar belə təsəvvür ediblər ki, Əl-Battani bax bu cür nə görsənir. Yəni bu müsəlman alim belə olur. Əl-Battani. Yaxşı, Əl-Battani kimdir? Bu Kopernikin öz kitabında 20 dənə yerdə bu müsəlman aliminə istinad edərək onun adını zikr edir. Əl-Battani kimdir? 858-929-cu ildə Muhammed ibn Cabir Əl-Battani Əl-Hərrani Hərranda dünyaya gələn İslam alimlərindən biri. Ona Əl-Hərrani də deyirdilər. Şeyxülislam İbn Teymiyyə rahimehullahın doğulduğu yerdir. Türkiyə ilə Şanlıurfa, İraq sərhədlərinə yaxın olan bir ərazidir ki, hansı ki o ərazidə dünyaya gəlmişdir. Kopernik deyir ki, mənim müşahidələrimlə Əl-Battaninin müşahidələridir, üst-üstə düşür. Kopernik ondan 600 il sonra, yəni Battani'dən 600 il sonra Kopernik dünyaya gəlib və Kopernik öz kitabında 600 il əvvəl yaşamış, yəni 6 əsr ondan öncə yaşamış Battaninin kitablarından, kəşflərindən nə edib, istifadə edərək öz adından nə edib, kəşflər edib və bugün də bütün Avropa Əl-Battanini deyil, Koperniki tanıyırlar ki, bu kəşf edib ki, həqiqətən də yer günəş ətrafında fırlanır. Halbuki 600 il əvvəl müsəlman alimi olan Əl-Battani bunu öz kitablarında qeyd edib. Əl-Battaninin digər kəşfləri nə olub? Əl-Battani riyaziyyatda əksəriyyətiniz bilir, trigonometriyadır, sinusdur, kosinusdur, tangesdir və s. kimi cədvəllərin düzəldilməsində böyük bir rol olub. Və həmçinin də qardaşlarım, astronomiyada günəş ilinin uzunluğunu, yəni bilirsiniz ki, ildə 365 gün və bunun dəqiqləməsi ilə 365 gün, 5 saat, 46 dəqiqə, 24 saniyə bugünkü rəqəmlərdən 2 dəqiqə fərqlə deyib onu. Yəni o vaxt ki, kəşfə görə bu möhtəşəm bir nə idi? Kəşf idi. Və Avropa 500 il onun cədvəlindən nə edib? İstifadə edib. 500 il, qardaşlarım. Bu da həmin o Battaninin bu xristiyan alimlərinin təsəvvüründə necə görsənibsə onun şəklidir. Dinləyə görün sonra nə deyir? Вот, тут есть упоминание о Гепархе, Птолемее и других. А здесь он упоминает о человеке по имени Мохаммете Арценфис. Это Аль-Батани. Отлично. А вторая книга? Хорошо. Это вторая книга. Мы видим ее начало на латинском. Коперник, по сути, широко использовал исследования Аль-Баттани о расположении планет, Солнца, Луны и звезд. Он работал с латинскими переводами, подобно этой книге, в которой содержатся сведения сирийских астрономов. Bir çox alimlərin və onlar tədqiqat aparıblar, deyirlər ki, Kopernik bir çox müsəlman alimlərinin kitablarından istifadə edərək göy cisimləri barəsində belə bir kitab yazıb. Və əksər istifadə etdiyi müsəlmanların alimlərinin adlarını çəkməyib burada. Yalnız bir dənə Əl-Battaninin 20 yerdə adını çəkib. Digər alimlərin adlarını çəkməyib. Lakin bu xristiyan tədqiqatçı deyir ki, mən özüm araşdırdım. Gördüm ki, digər alimlərin kitabları ilə Əl-Battaninin kitabları üst-üstə tutanda elə bir ki, götürülüb buradan bura köçürülüb. İndi görün nə deyəcək. Китаб Аль-Зидж Аль-Баттани. Аль-Зидж Аль-Баттани. Итак, перед нами Зидж Аль-Баттани. Это атлас звездных карт. Она написана на арабском с одной стороны и... Göy cisimlərinin atlasıdır. Да, и с другой латинская версия. Это очень удобно. Но, конечно же, у него были данные астрономических наблюдений Аль-Батани. Книга Коперника полна всяких загадок, которые наводят нас на более древние источники. Несмотря на то, что он упоминает в своей книге имя только одного мусульманского астронома, Аль-Баттани, современные ученые обнаружили, что большинство идей Коперника были основаны на работах других мусульманских ученых. Bəli, birinin adını çəksə də, Əl-Battani adını zikr etsə də. Lakin alimlər araşdırdılar ki, digər müsəlman alimlərinin də kitablarından istifadə edib Kopernik. Простым примером этому является использование Коперником математической идеи, разработанной в XIII веке исламским астрономом Аль-Туси, которая называется пара Туси. Bilirsiniz kimdir Tusi? Nəsrəddin Tusi.
Nəsrəddin Tusi, bəli. Bizdə Şamaxıda rəsədxana var, Şamaxı rəsədxanası. Onun adınadır. Onun adına olan həmin o rəsədxanadır. Allahu Ekber. Nəsrəddin Tusi qardaşlarım. Nəsrəddin Tusi əsl adı olub Muhammed ibn Həsən Ət-Tusi. İranın Tusi Məşədə yaxınlığı olan bir şəhərindən idi. Monqol deməli hücumları zamanı Hülaki xanın sarayında işləyib. Hülaki xan böyük bir ehtiram göstərirdi Tusiyə, Nəsrəddin Tusiyə və ondan xahiş edir ki, göy cisimlərini öyrənmək üçün həmin o ərazidə həmin o Marağa rəsədxanası deyilir də, həmin o Tusi ərazisində yerləşir. Orada bir dənə rəsədxana tiksin ki, orada daha çox elmi işlərlə məşğul olur və gəlib ki, həmin o ərazidə o böyük bir rəsədxananı Hülaki xanın göstərişi ilə tikilir. 100 dənə alim deyilir, 100 dənə alim 50 il orada nə edirlər? Elmi müşahidə aparırlar. Allahu Ekber. İndi görün nə deyir? Yaxşı, Koperniklə Tusinin əlaqəsi nədir? Tarixçilər deyirlər ki, 1973-cü ildə Kopernikin əlyazmasını tapanda şok olublar. Tədqiqatçılar, tarixçilər şok olublar Kopernikin kitabını tapanda. Deyiblər ki, Kopernikin diaqrammaları ilə Tusinin diaqrammaları 99%dir, eynidir. Ola bilər belə bir şey. Mümkün deyil. Deməli kopyalayıb da oradan. Necə ki bu bisavad gedir Türkiyədə olan müəllimlərindən kopyalayır danışır. Bu Kopernikdir, bu Galileydir, Jordana, bunun hamısını kopyalayıblar qardaşlar. Müsəlmanlardan götürüb öz adlarına buraxıblar. Hətta rəsmlərin səhvləri də eynidir. Nəticə nədir? Kopernik ya Tusinin kitablarını oxuyub, ya da ortaq ərəb mənbələrindən götürülüdür. Amma adını çəkməyib Kopernik onu. Allahu Ekber. Dinləyək. Вернемся обратно в Англию. Я сравнил копию книги Аль-Туси «Повествование о науке астрономии» с другим изданием «Revolutionibus Коперника». Deyir ki, Tusinin kitabını Kopernikin kitabı ilə müqayisə etdim özü. Baxın ora. В книге Аль-Туси была нарисована диаграмма, совершенно идентичная той, что в книге Коперника. Одинаковы даже буквы, которые отмечают точки на кругах. Hərfləri belədir, eynidir. Итак, в книге Аль-Туси написано на арабском «алиф». У Коперника обозначено как «А». Слово «ба» обозначено как «б», «джин» как «джи» и «даль» как «ди». Это поразительное сходство. Допустим, это случайность, но есть... Deyir bu təsadüf ola bilər. Bax, deyir, tutaq ki, bu təsadüf olur. Sonra görün nədir. Еще более убедительное доказательство. По сути, я искренне верю, что, возможно, Коперник имел дело с работами Аль-Туси и данными других исламских астрономов. Дальнейшее изучение работ также показывает, что Коперник использовал математические идеи планетарных движений, которые похожи на разработанные другим исламским астрономом XIV века, жителем Сирии Ибн Аль-Шатиром. İbn Əş-Şatir По моему Dəməşqdə, Suriyanın Dəməşq şəhərində doğulub. İbn Əş-Şatir Şafi məzhəbindən olub. Onun məqalələrindən də istifadə edib deyirlər. Allahu Ekber. Çünki alimlər, tədqiqatçılar yoxlayırlar, görürlər, yəni birə-bir hamısı eynidir də. Mümkün deyil ki, bu təsadüf olsun. Bu onu göstərir ki, qardaşlarım, yerin günəş ətrafında fırlanması, göy cisimləri barəsində olan məlumatlar, yəni ilk olaraq bu Kopernik, Galiley, bu Jordana Bruno yox, onlardan 600 il, 6 əsr əvvəl yaşamış, Əl-Battani kimi, İbn Əş-Şati kimi, həmçinin Nəsrəddin Tusi kimi alimlərin əlində olub. Deməli, Kopernikə ən çox bənzəyən müsəlman alim idi İbn Şatir. Bəzi tarixçilər deyirlər ki, Kopernik İbn Şatirin modelini Latıncaya yazıbdır. Yəni necə ki, ərəbcə yazıb, o götürüb Latıncaya çevirmişdir. Əsl adı Əlaəddin Əli İbn İbrahim İbn Şatir. Dəməşqin Suriya şəhərindən idi. Əməvi məscidində xidmət edən birisi idi. Qiblənin istiqamətini təyin edən, güvənlə, ulduzlarla təyin edən birisi olub. Allahu Ekber. Ona görə də, qardaşlarım, Allah həmd olsun ki, Allah Subhanahu taala İslamı, müsəlmanları həmişə izzətləndirib. İslam dini cəhaləti deyil, insanlara elmli, bilikli, savadlı olmağı əmr edir. Kordovanı, İspaniyanın Kordovasını yadınıza salın, qardaşlarım. Açsınlar, oxunsunlar da bu iki bisavad. O Koperniki, Galilei, Jordana Bruno'nu elə tərifləyir ki, elə bir qohumlarıdır.
Çıxsın danışsın da bu Əl-Battanidən, Tusidən, digər İslam alimlərindən çıxsın danışsın da. Həyatı boyu danışmaz da. Məqsədləri müsəlmanları gözdən salmalıdır. Müsəlmanları cahil, savadsız göstərməkdir. Amma Allah həmd olsun ki, bu belə deyil. Sadəcə günah bizdədir ki, qardaşlarım, biz oxumamışıq. Biz araşdırmırıq, biz maraqlanmırıq. Alimlərimizi tanıdıb üzə çıxarmırıq. Mən sadəcə bir yol idi göstərdim. Əlhamdülillah indi nə qədər qardaşlar baxacaqlar. Maraqlansınlar, daha geniş məlumatlar varsa çıxarsınlar özə müsəlmanlar alimləri haqqında. Vallahi ki, Kordova vilayəti o Padua Universitetinə baxsınlar. Padua Universitetində İbn Rüşdün, Xarəzminin dərsləri keçilirdi. Kitabları tədris olunurdu. Xristianlar gəlib oturub orada müsəlman alimlərin kitablarını oxuyub öyrənirdilər. Maraqlansınlar, bu qardaşlar oxuyub araşdırsınlar. Историков такого совпадения быть не может. Профессор Джордж Салиба. Мне кажется, Коперник не имеет доказательств. У него нет явных подтверждений правильности своей теории. Но, по-моему, как писал и сам Коперник, он работает на основе чертежей. Кто-то дал ему геометрическую диаграмму на примере той, что была разработана Ибн Аль-Шатером, чтобы он решил проблему с Луной, или, к примеру, проблему верхних планет, решил задачу движения Меркурия. Yəni, Kopernikin öz məhsulu, elminin, ağlının məhsulu deyil. Görsənən odur ki, o İbn Şatirin bütün məqalələri əlinə keçib, onları hamısını tərcümə edib latın dilinə oxuyub, öyrənib və öz adından da çap elətdirir. Və bu gün də bütün dünya Kopernik'i tanıyır. İbn Şatiri yox. Коперник обладал достаточным умом, чтобы уметь обращаться с диаграммами, которые у него имелись. Sadəcə ağıllı insan olur. Məsələn. Allahu Ekber. Итак, я İstəyənlər, qardaşlarım, girin, dinləyin özünüzlə, maraqlanın. İnşallah biz növbəti videolarımızda da yeni bunların boş-boş danışmaları haqqında digər məsələlərə toxunacağıq. Onlara da aydınlıq gətirəcəyik. Özünüz görəcəksiniz vallahi ki, bunlar bisavad insanlardır. Allah hidayət versin. Allah Subhanahu taala dövlətimizi, məmləkətimizi, millətimizi qorusun belə cahillərdən, belə fitnəkarlardan, belə hiyləgərlərdən, yalançılardan, şarlatanlardan. Allah Subhanahu taala bizləri doğrunu doğru olaraq göstərsin. Haqqı haqq olaraq göstərsin. O haqqa tərəf yürüməkdə bizə yardımcı olsun. Batılı batıl olaraq göstərsin və batildən uzaqlaşmaqda Allah bizə yardımcı olsun. Dünyada da və ahirətdə də möhkəm bir kəlmə olan La ilahe illallah kəlməsini bizlərə sadiq eləsin. Allah'a əmanət olun. Esselamu aleyküm və rəhmətullah və bərəkətuh.